Böyük İpək yolunun tərkib hissəsi olan Bakı-Ələt-Qazax Gürcüstan Respublikası ilə Dövlət Sərhədi avtomobil yolunun 130 kilometrlik Gəncə-Qazax Gürcüstan sərhəd hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir və artıq yekunlaşmaq mərhələsindədir. Layihə əsasən yol yatağının ümumi eni 27,5 metr təşkil edir. Magistral yol hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağından ibarətdir. Magistralın Gəncə-Qazax Gürcüstan sərhədi hissəsində tikinti işləri 3 lot üzrə həyata keçirilir. Birinci və ikinci lotlar, eləcə də üçüncü lotun bir qismi üzrə işlər tam başa çatdırılıb və 2023-cü ilin avqustun 7-sində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümumi uzunluğu 102 km olan Gəncə-Qazax-Bəyli hissəsinin açılışında iştirak edib. Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində yenidən qurulan birinci TNQ dərəcəli yolun bu hissəsində 67 alt keçid, 19 qovşaq və 17 körpü tikilərək istifadəyə verilib. Hazırda tikinti işləri magistralın sonuncu 28 kilometrlik Qazax-Bəyli Gürcüstan sərhədi hissəsində layihənin 102-130-cu kilometrliyində son mərhələdə olmaqla davam etdirilir. Bu hissə boyunca 4 yol qovşağı və ötürücüsü, 2 çay körpüsü, 15 yeraltı keçid, 13 düz bucaqlı su keçidi, 68 dairəvi su ötürücü boru inşa edilib. Layihə uyğun olaraq zəruri yerlərdə 28 avtobus dayanacağı quraşdırılıb. Hazırda ərazidə işıqlandırma sistemi qurulur, zəruri sahələrdə drenaj beton kanalları çəkilir və təhlükəsizlik bardurlarının düzülməsi işləri aparılır. Tikinti prosesi magistral avtomobil yolunda vətəndaşların hərəkəti dayandırılmadan inşaat norma və qaydalarına uyğun şəkildə icra olunur. Uzunluğu 130 km olan Gəncə-Qazax Gürcüstan sərhədi yolunun 4 zolağa genişləndirilməsi və sürət limitinin yüksəldilməsi nəticəsində vətəndaşların daha rahat və təhlükəsiz hərəkəti təmin olunacaq. Bundan əlavə, yolun iri yaşayış məntəqələrindən kənar keçməsi həm əhalinin, həm də sürücülərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.